Fitnesslə və ümumiyyətlə digər idman növləri ilə məşğul olan peşəkar idmançılar, həvəskar idmançılar, məşqçilər, federasiya və idman qurumlarının rəhbərləri, bu bölüm məhz sizin üçündür. Və məşqçinin dediyi proqrama əməl eləyirlər, məşqçinin dediyi kimi qidalanırlar, məşqçinin dediyi kimi düşünürlər. Daha çox fitnessdə rast gəlinir. İndi soruşacağım məsələ. Hər hansısa bir vasitə ilə də dediyiniz santimetrə, dediyiniz nəticəyə gəlmək olar, amma bu davamlıdır. Sizcə davamlı ola bilər bu? Yəni həmin insan bu dalğalanmalara sadəcə hazır olmalıdır. Verməməli. Proses dalğavari olmalıdır. Dalğavari olmalıdır. Ya fərqi yoxdur, milli komanda olsun, fitness olsun. Məşqçilərimizin bir hissəsi, hətta böyük bir hissəsi yeniliyə və öyrənməyə biraz qapalıdır. Sadəcə bir ifadədir. Birinci gündən başlayacağam. Salam, Fitness Plus podkastını izləyir və dinləyirsiniz. Fitnesslə və ümumiyyətlə digər idman növləri ilə məşğul olan peşəkar idmançılar, həvəskar idmançılar, məşqçilər, federasiya və idman qurumlarının rəhbərləri, bu bölüm məhz sizin üçündür. Fitness və ümumiyyətlə idman haqqında danışanda insanlar adətən 3 şeyi daha çox müzakirə edir. Məşq, proqramlar və qidalanma. Ancaq bir önəmli, vacib məqam yaddan çıxır və yaxud buna önəm verilmir. İdman psixologiyası. Bəli, məhz idman psixologiyası. Maraqlıdır ki, iki eyni fiziki hazırlığa və potensiala malik idmançı və yaxud insan yarışda fərqli nəticələr göstərir və bu fərqi yaradan səbəblər heç də həmişə fiziki hazırlıq deyil, psixoloji hazırlığın olmamasıdır. Bugünkü mövzumuz idman psixologiyasıdır. Və yaxud idmanda psixologiyanın rolu nə dərəcədə yüksəkdir? Yeri gəlmişkən bu məqamda bir anonsu diqqətinizə çatdırmaq istəyirəm. Fitness nədir kitabında xüsusi olaraq idman psixologiyası adlı elmi bir məqalə var. Mən həm müəllif olaraq, həm fitnessoloq olaraq məşqçilərə, atletlərə və idman qurumlarının rəhbərlərinə həmin mövzunu oxumağı və oradan çıxartdığı nəticəni və üsulları özləri üçün və komanda üzvləri üçün tətbiq etməyi tam səmimiyyətimlə tövsiyə edirəm. Fitness Plus podkastının elmi tərəfdaşı Azərbaycanın ilk və yeganə fitness kitabı olan Fitness nədir kitabıdır. Kitab 428 səhifədən 100 ən aktual mövzudan ibarətdir, şəkillidir, Azərbaycan dilindədir və yüksək keyfiyyətlə çap olunub. Kitab fitnesslə və ümumiyyətlə idmanla məşğul olub olmamasından asılı olmayaraq hər kəs üçündür. Ona da qeyd edim ki, həm ölkə daxili, həm də beynəlxalq çatdırılma mövcuddur. Şəhərimizin bütün kitab mağazalarından əldə edə bilərsiniz. Bu mövzunu dərindən təhlil etmək və araşdırmaq üçün studiyamıza mütəxəssis qonaq dəvət etmişəm. İdman psixoloqu, Sport Psychology Center təsisçisi və eyni zamanda Azərbaycan Karate Federasiyasının psixoloqu Gülbəniz Məmmədli. Xoş gəlmisiniz, xoş gördük sizi. Çox sağ olun Əkbər bəy, dəvətiniz üçün təşəkkür edirəm. Birinci verilişinizə uğurlar arzulayıram. Çünki Azərbaycan cəmiyyətinin, Azərbaycan idmanının həqiqətən də bu tip verilişlərə çox ehtiyacı var. Bunun əsas məsələsi odur ki, bizdə belə bir durum var ki, hər kəs idmanda hər şeyi anladığını düşünür, amma mütəxəssis baxışı, mütəxəssis rəyi çox da önəm verilmir və bu veriliş boyunca mən düşünürəm ki, bu hissələrə geniş şəkildə toxunulacaq və geniş bir maarifləndirmə olacaq. İstəyirəm elə ilk olaraq fundamental sualdan başlayaq. İdman psixologiyası anlayışı və ümumiyyətlə idman psixologiyası nədir, nəyi öyrənir, nəyi araşdırır? Əla sualdır. Birinci onu izah edeyim ki, ümumiyyətlə idman psixologiyası psixologiyanın ən əsas hissələrindən birini öyrənir. Çünki biz burada idman dedikdə tək hər hansısa bir növü düşünmürük. Bir insan faktorunu və bu insan faktoru bir təzyiq altında, bir missiya altında nə qədər irəli gedə bilər və bu irəliləyişə nələr mane olur, onları araşdırırıq. Birinci onu qeyd edeyim ki, idman psixologiyası 20-ci əsrin sonlarında artıq məşhur bir formatda önə keçməyə başladı, araşdırmalar oldu və bugünkü idman psixologiyası artıq onların törəməsi olaraq sayılır. Və bugünkü idman psixologiyası
Ümumilikdə idmanda bir idmançının qarşılaşa biləcəyi bütün psixoloji maneələri araşdırır. Bura stres faktorunu, ümumilikdə qalibiyyət, məğlubiyyət psixologiyasını, hər hansısa bir yarış öncəsi, yarış anında və yarış sonrası məqamları daxil etmək olar. Ümumilikdə baxsaq geniş mövzudur, amma hər bir hissəsi təbii ki, medalda ən azı bir neçə faiz belə olsa əmin olun ki, rol oynayır. İdman psixoloqu, yəni siz birbaşa hansı problemlərlə işləyirsiniz? Bizdə daha çox müraciət olunan və işlədiyimiz problemlər ən birincisi stres və həyəcan faktoru ilə bağlıdır. Çünki bilirsiniz ki, bir idmançı əgər bir zala, bir tatamiyə, bir arenaya girirsə, çiynində çox böyük bir məsuliyyət var. Həm çıxış etdiyi federasiyanın məsuliyyəti, həm növün, həm komandanın, hətta bunun pərdə arxasına baxsaq, valideynlərin belə məsuliyyəti burada mövcuddur. Və bu qədər məsuliyyət altında istər-istəməz bir idmançı ora hər hansısa bir rəqabət üçün çıxırsa, böyük ehtimal ki, bu insan geniş bir faktorda stres yaşayacaq. Bunun hər tərəfli stresi var. Yarış öncəsi, yarış anında, fasilələrdə, xalda geri düşəndə, xalda irəli düşəndə hər bir hissəsinin xüsusi həyəcanı və stres faktorları var. Bundan əlavə də yarışa hazırlıq psixologiyası var, ümumi uzun müddətli hazırlıq psixologiyası var, uduzduqdan sonra qalib aralıqlarda psixologiya var ki, bunların hər birinin xüsusi spesifik hissələri var və bunların hər biri ilə biz bugün müasir idman psixologiyası məşğul olur və bunun üçün xüsusi texnikalar tətbiq eləyir. Bəs Azərbaycan idmanında, yəni Azərbaycan sırf biz bugün daha çox Azərbaycan idmanında psixologiyanın rolunu danışacağıq, idman psixologiyasını və ümumi. Ancaq mən bilmək istəyirəm, Azərbaycan idmanında ən çox rast gəldiyiniz idmançı problemləri hansılardır? Yəni bunların bir siniflənməsi varmı? Aha, təbii ki var. Xüsusən də belə qeyd edeyim, 5 ilə yaxındır ki, Azərbaycan idmanını yaxından araşdırıram və bu illər ərzində istər diaqnostikalarda, istər fərdi müraciətlərdə ən birinci önə gələn faktor həyəcanı idarə edə bilməməkdir. Bir çox idmançı, hətta sizin belə deyim də, arenalarda gördüyünüz, bayrağımızı qaldıran, peşəkar və məşhur idmançıların əksəriyyəti nə qədər təcrübəli olursa olsun, mütləq şəkildə bu stres faktorunda bir balaca da olsa o potensialının 5-10%-ni belə itirmiş olur. Siz bir düşünün ki, təcrübəsiz idmançı nə qədər burada proses idarə etməkdə, ümumilikdə orada bir reaksiya göstərməkdə bu faizi itirir. Buna görə də müraciətlərin başında stres və həyəcanı qeyd eləyərdim. İkinci faktor məşqçi ilə münasibətləri qeyd eləyərdim. Burada əsas məsələlərdən biridir. Xüsusən də biri var milli komandanın idmançıları, biri var ki, daha aşağı təbəqədə, hansı ki, milliyə düşmək üçün can atan idmançılarımız ki, burada artıq klubları misal çəkmək olar. Burada hər iki faktor tamam fərqlidir. Millidəki idmançıların yaşadığı münasibət, kommunikasiya məsələləri hansı ki, onlar artıq daha üstün bir rəqabət içərisindədir. Burada rəqabətə davamlılığı aparmaq, motivasiyanı davamlı idarə etmək, ümumilikdə kontrol, nəzarət, zal anlayışı, özgüvən məsələləri daha yüksək olduğu halda, daha aşağı, hansı ki, klub idmançıları müraciət etdiyi zaman, onlarda kommunikasiyada daha çox məşqçi problemləri, valideyn təzyiqləri, karyera seçimlərində olan iki başlı hansı ki, onlardan müəyyən bir hissələr tələb olunur ki, xüsusən də valideynlər uşaqları bunu seçməkdə məcbur eləyirlər ki, nəticən yoxsa bir müddətdən sonra dayandır. Burada artıq idmançılar sevdiyi bir şey ilə gələcək karyerası, gələcək qayğılar arasında qalırlar. Bu mövzular da bizə geniş formatda artıq gələn mövzular sırasındadır. Bəs ən çox hansı müraciətlər olur? Yenə dediyim kimi stres və həyəcanı idarə etmək. Top üçlüyü. Birincisi qeyd edərdim ki, stres və həyəcanı idarə etmək. İkincisi özgüvən məsələləri, üçüncüsü uduzduqdan sonra bərpa. Bu çox önəmli faktordur ki, fikir versəniz bizim milli idmançılarımızda ard-arda uduzmalar sonrası ciddi bir depressiya yaşanır. Və bunu idarə etmək həqiqətən də hər idmançının belə deyək işi olmur. Bəs bu idmançıların yarışda rastlaşdığı problemlər performansdan irəli gəlir, yoxsa daha çox mental hazırlıqdır? Aha, maraqlı sualdır və bir neçə hissədən bunu cavablaya bilərəm Əkbər bəy. Birinci onu qeyd edeyim ki, əgər
biz burada proqramı düzgün keçmiş, proqramı düzgün tamamlamış, hansı ki müəyyən bir məşq proqramı ayrılır ki, xüsusən məsələn Avropaya, dünyaya gediləcəksə buna aylar öncədən hazırlaşılır. Bu proqram düzgün keçiribsə, bu proqram belə deyə ərəfəsində hər hansısa bir ciddi zədə olmayıbsa, proqram hər formatına uyğun belə deyək, dəqiqliyinə, nöqtəsinə qədər düzgün vurğulanıbsa, deməli bu idmançı fiziki formatda və texnika cəhətdən bir çox strategiya, bir çox məlumata malikdir. Biz burada artıq idmançının texnikası yetişmədi və yaxud da fiziki cəhətdən tam olaraq hazır deyil deyə bilmirik. Əgər bir idmançı həm fiziki, həm texnika cəhətindən, strategiya cəhətindən, qidalanma, rutin baxımından hazır olubsa bu günə qədər, zalda, döyüş əsnasında və yaxud da ki, hər hansısa bir müsabiqə əsnasında problem yaşayırsa, burada problem 100% psixolojidir. Demək, psixoloji faktor fiziki nəticəyə real olaraq təsir edir. Elədir, bəli. Nə dərəcədə edir? Bunun yəni rolu nə dərəcədə yüksəkdir? Belə qeyd edə bilərəm ki, hansı ki, peşəkar təcrübəsi olan elit saydığımız idmançılar var ki, bunlar artıq psixologiyanı düzdür bir psixoloqdan bəzən öyrənməsələr belə öz təcrübələri sayəsində öyrəniblər. Amma bunu başa düşməyən, bunu tam anlamayan idmançılarımız var ki, onların nəticələrinə %100 təsir edir. Hansı ki, bir idmançı ən azı peşəkar arenada yüzlərlə, onlarla döyüş keçməlidir ki, öz faktorlarını müəyyən edə bilsin. Hansı hissədə düşürəm, hansı hissədə qalxıram və hansı hissədə hansı düşüncə mənə müsbət təsir eləyir. Bunu elit idmançı müəyyən dərəcədən sonra müəyyən eləyir dediyim kimi. Amma yeni başlayan, orta segment idmançılar bunu hələ müəyyən etmədiklərinə görə psixoloji faktor onların birbaşa performansından asılı olur. Həqiqətən də, yəni bu çox ciddi təsir edir. Hətta bəzən belə deyim, bir idmançı belə baxsaq, millidəki bəzi idmançıları ötüb keçər. Fiziki baxımdan, texnika göstəricilər baxımdan həqiqətən ötüb keçər. Dərəcələri, rəqəmlərə baxsaq. Amma arenada qoyduğu o performans çox aşağı olur. Bunun arxasında dayanan faktor artıq psixoloji olduğuna görə biz burada artıq insanın, idmançının özünün analizinə baxmalıyıq ki, bu adam özünü analiz edib psixoloji faktorları aradan qaldırırsa, təbii ki, qalibiyyət sayısı belə də yüksək olacaq, medal sayısı yüksək olacaq. Amma bir də var ki, idmançı bunu tam olaraq anlamır və asıllığı artıq psixologiyadan %100-ə qalxır. Bəs bu problemlərin yaranmasında məşqçilərin rolu var? Belə deyim, birbaşa rolu var. Hətta biz faktoru araşdıranda, hansı ki, burada bir idmançı faktoru var ki, bizə müraciət olunur ki, mən A nöqtəsindən Z nöqtəsinə getmək istəyirəm. Yəni, buradan hazırlaşıb dünyada çox yaxşı performans göstərmək istəyirəm. Biz o idmançının ətraf mühitini araşdırırıq, məşqçi münasibətlərini araşdırırıq, rutinlərini və valideynini araşdırırıq. Bu 4 faktor idmançının həqiqətən də medalına çatıb-çatmayacağına bizdə biraz ən azından bir fikir oluşturur, bir fikir yaradır ki, bu adam bu faktorlarla, hansı ki, düzgün məşqçi ünsiyyəti varmı, düzgün valideyn təbliğatı varmı, düzgün yönləndirməsi varmı, düzgün rutinləri varmı? Burada artıq biz bilirik ki, bu idmançı müəyyən qədər nəticə əldə edəcək. Və burada məşqçi faktoru, əgər xüsusən də belə deyim də, böyük yaş kateqoriyasından gedirsə, yeniyetmə, gənclər və kişilər qadınlardan gedirsə, burada məşqçi faktoru valideyn faktorundan qat-qat artıqdır. Çünki belə düşünün, bu insanlar peşəkar idmandadırlarsa, ən azı gündə 2-3 saat səhər və axşam olmaqla məşqlərə qatılırlar. Və məşqçinin dediyi proqram əməl eləyirlər, məşqçinin dediyi kimi qidalanırlar, məşqçinin dediyi kimi düşünürlər. Ona görə də burada birbaşa psixologiyanın, birbaşa yanaşmanın və düşüncənin yaranması böyük ehtimal ki, məşqçilərdən asılıdır. Bəzi məşqçilər bəzi problemləri idmançıya yarış hazırlığı vaxtı qəsdən yaradırmı? Belə vurğulayım ki, bu məsələlər həqiqətən də bütün dünyada olduğu kimi bizdə də var, çox təəssüf ki var. Bu idmanın pərdə arxası məqamı olsa da, hər şeyi bəzən insanlar belə izləmir, tamaşaçılar belə izləmir ki, məsələn, o insan çıxdı uduzdu. Nə üçün uduzduğu, niyə uduzduğu, uduzdurdularmı? Hətta belə deyim,
bunu bilmir. Burada məsələ hakimin haqsızlığından getmir qətiyyən. Burada məsələ məşqçinin hər idmançıya eyni yanaşmasından gedir. Bəzən xüsusi idmançılar olur ki, müəyyən baxımdan məşqçi olaraq müəyyən simpatiya duyur və yaxud da ki, daha artıq özən göstərir, daha fərqli yanaşır və ikinci plana salır bəzilərini. Hansı ki, bu uşaqlar bəli, tapşırıla bilər müəyyən cəhətindən qohum ola bilər və yaxud da ki, belə deyim, bir idmançının rezultatları digərinə nisbətən daha artıqdır, daha yaxşı nəticə verib. Avropa, dünya müəyyən silsilə medalları var, amma yeni gələn və yaxud da ki, keçmiş dövrdə tutaq ki, uğursuzluq yaşayıb, medal gətirə bilməyib. Bu insanın bugünkü potensialı medala uyğundur, amma keçmiş nəticəsindən dolayı məşqçi ona o qədər də önəm vermir, o qədər də ciddi yanaşmır və sadəcə proqramı uysun bildirir. Yəni sadəcə proqrama uy, biz hazırlaşdıq və səlam. Amma digərinə əlavə məşq verir, digərinə xüsusi yanaşır, digərinin yatma vaxtına, ekran müddətinə hətta nəzarət eləyir, valideyni ilə ciddi danışır. Bu artıq birbaşa belə deyim də, ayrı-seçkili, fərqlilik yaratmaqdır ki, bu da həqiqətən idmanın bugünkü ən negativ olan çatışmazlığıdır. Daha çox fitnessdə rast gəlinir. İndi soruşacağım məsələ. Yəni mən özüm də fitnessoloq olaraq rastlaşıram və bunun monitorinq etmişəm. Fitnessə insanlar başlayırlar, amma əksəriyyət vaxtda bu davam etdirə bilmirlər bunu. Yəni başlayır insan, amma davam etdirə bilmir. Bunun indi biz digər tərəflərini bilirik, onu sonra danışarıq, amma psixoloji tərəfləri varmı bunun? Psixoloji tərəfindən. Verdiyiniz sual bugünkü gündə ölkəmizdə çox aktualdır. Belə qeyd edeyim ki, sosial medianın, ətrafımızda gördüyümüz reklamların bizə öyrətdiyi bir insan modeli var ki, davamlı olaraq öz üzərində işləməlidir, müəyyən dərəcədə idmanla məşğul olmalıdır və sair məşğul olduğu aktivliklər olmalıdır. Bunların içərisində belə deyim, ilk sıralarda fitness durur. Çünki niyə biz sosial medianı açanda birinci aktiv insanlar görürük, həmişə idmanla məşğul olar və s. və axır. Və bir insan o videonu izlədikdən sonra həddindən artıq motivasiyaya gəlib, yanlış qərarla və yaxud da tam olaraq modeli düşünmədən ki, mənim buradakı məqsədim nədir, bunu düşünmədən mən fitnessə yazılmaq istəyirəm deyir. Bu hissə artıq yanlış motivasiyadan və yaxud da ki, tam olmayan məqsəddən dolayı olur. Və bu yalançı motivasiya belə deyə bilərik buna. Yalançı və yaxud tam olmayan motivasiya müəyyən qədər davam edir. Əgər bir insanın konkret olaraq istəyi, məqsədi, konkret stimulu yoxdursa bir hərəkət etmək üçün, o başlıqdakı motivasiya ona müəyyən qədər, məsələn, bir neçə ay, bir neçə həftə belə bəzən olur ki, yetir. Amma ondan sonra artıq konkret məqsədin olmaması hissəsi burada öz hissəsini görür ki, biz artıq o insanı yenidən zalda görmürük. Və yaxud da ki, əvvəl məsələn həftədə 3 dəfə, 4 dəfə gəlirdisə, bu say minimuma inir, bu say azalır, hərəkətlikləri azalır, aktivlikləri azalır. Bu tip şeylər bir müddətdən sonra ümumilikdə o hobbinin, o belə deyək, aktivliyin, məşğuliyyətin tamamilə bitməyinə gətirib çıxardır. Məncə siz özünüz də zallarda belə insanlar görürsünüz. Görürəm və əlavə olaraq onu qeyd etməliyəm ki, bunun digər bir səbəbi də məşqçilərin, yəni hamısının yox, bəzi məşqçilərin müştəriyə və tələbəyə yanaşmasının düzgün olmaması, yəni onun məşq proqramının qurulmasının həmin şəxsə individual olmamasıdır. Yəni həmin şəxs tamam başqa fərqli bir arzularla məqsədlərlə gəlir, amma tam fərqli bir mənzərə ilə rastlaşır məşqçi baxımından. Məşqçi onu sanki daha çox belə deyək, çox qısa bir zamanda yüksək nəticəyə çıxartmaq üçün lazım olan, olmayan, yanlış, səhv yönləndirmələr edir, ağır məşqlər verir və yaxud dırnaqarası ciddi pəhrizlərə uyğunlaşdırmağa çalışır. Bu səfər insan həmin nəticəni görmür. Bu zaman həmin o sadaladığımız psixoloji demək problemlər, onlar düşür ortaya. İnsan gəlmişdi ümidlə ki, misal üçün filan müddət ərzində mənim bu nəticəm olacaq, o nəticə olmur. Əksinə bəziləri müəyyən dərəcədə bir travma da alırlar, yəni fiziki travma. Yəqin sonra o mental travmaya da çevrilir. Bəli, inamsızlığı yaradır. Yəni burada məşqçi və müştəri işbirliyinin düzgün qurulmaması ucbatından da baş verir. Ya
çox tələsdirir məşqçi gələn insanı ya da çox gecikdirir. Bu da var. Belə bir həll də var. Yəni bu elə bir nəticə var ki, onu 2 ay əldə etmək olardı. Bunu uzadır 6 aya. Və yaxud da belə deyim, proqramın tam olaraq qurulmaması həddindən artıq belə deyim, yanlış nəticələrə də gedib çıxır. Burada inamsızlıq hətta belə deyək, ən aşağı problem kimi görülə bilər. Burada bədən deformasiyaları ola bilər, mental olaraq bəzi qorxular önə çıxır, həddindən artıq narahatlıq, təşviş, özünə güvənsizliyin həddindən artıq artması faktorları var ki, burada. İndi biz bunu idmançı baxımından və yaxud da ki, fitnesslə məşğul olan insan baxımından baxanda görə bilirik. Amma məşqçilərin əksəriyyəti buna çox da önəm vermir. Burada belə deyək də, təhsilsiz məşqçilərin olmağı, həddindən artıq sadəcə bir proqramla məşğul olub, inkişaf etmək istəməyən məşqçilərin olmağı əsas məsələləri, əsas problemləri yaradan faktordur. Və yeni başlayan, məşqçiliyə yeni başlayanlar xüsusilə bu səhvlərə yol verir. Çünki çox tələsirlər, nəticə göstərməyə tələsirlər, özlərini tanıtmağa tələsirlər və s. və ilaxır. Ancaq medalın digər tərəfi də var. Məşqçilərlə yanaşı müraciət edən insanlar da səhv və doğru olmayan məqsədlə gəlirlər. Gələn insan gərək istəyini tam formalaşdıra sonra gələ. Kiminsə şəklini götürüb, hansısa uzun illərin atletliyini və yaxud da öz məşqçisinin böyük bisepsini nümunə gətirməməlidir. Çünki o nəticələr uzun bir prosesin nəticəsidir. Elədir. O peşəkar yanaşmadır, ciddi pəhrizdir, ağır belə deyək də rutinlərdir və s. o nəticə. Amma evdən durub gəlmiş bir adam deyir, salam aleyküm, 2 aya mənim məsəl üçün qol ölçüm gəlsin, olsun 45 sm. Burada da məşqçi neynəsindir? Bu gəlib bunun yanına, müştəridir. Bunu itirmək də istəmir, amma başa düşür ki, bu nəticəni 2 aya verə bilməz. Nəticəni 2 aya görə bilməyən həmin insan artıq o düşünür ki, yox, mənim 2 aya qolun 45 sm olası deyil. Və onda belə bir hallar baş verir, o müəyyən mənada küsür. İndi belə düşünün Əkbər bəy, bu məqamda idman psixologiyası, ümumiyyətcə kommunikasiya bacarıqları nə qədər işə yaraya bilər məşqçidə? Tam məqamıdır. Bu hissədə belə düşünək ki, bir insan gəlir yanlış bir modellə ki, məsələn, siz dediyiniz kimi, illərlə alına biləcək nəticəni 6 ay içində məşqçidən istəyir ki, mən bu nəticəni almaq istəyirəm və dediyiniz kimi fitness müəllimi də artıq bildirir ki, hər şey uyğundur, eləyə bilərik və proqrama başlanılır və proqramın ortalarında təbii ki, bu düşüncə zaten bilinəcək ki, ümumiyyətlə belə bir şey mümkün deyil qısa müddətdə. Bunun üçün bu məşqçimiz hal-hazırda bu insanı itirməməyə görə sadəcə birinci idmançı ilə və yaxud da müraciət eləyən, hansı ki fitness öyrənmək istəyən və yaxud da məqsədi olan bir insandan sadəcə ilkin profilaktik danışıq aparılmalıdır ki, məqsəd konkret olaraq düzgün formatda qoyulsun. Belə düşünün ki, bir yola çıxılır və xəritələr tamam başqa cürdür. Və bu insanlar ortada təbii ki, əsla düzgün bir məqsədə getməyəcəklər və tamam fərqli məqsədlərə xidmət olacaq burada. Və ortadakı anlaşılmazlıq ən azı bir neçə ay sonra ortaya çıxacaq ki, hal-hazırda proses düzgün getmir, ya nəticə tam olmayacaq və burada artıq həm fitnessə inamın itməyi, ümumilikdə idmana qarşı bir nifrətin yaranmağı və digər faktorlar artıq həmin insanın beynində yarandıqdan sonra o insanın da çevrəsinə artıq verəcəyi bir tövsiyə və yaxud da ki, hər hansısa fikir yəqin ki, neqativ olacaq. Bu da bugünkü idmanımıza olan fikri, bugünkü idmanımıza olan düşüncəni formalaşdırır. İnsanlar motivasiyanı niyə itirir? Psixoloji aspektdən. İnsanlar motivasiyanı itirməsi əslində normal bir şeydir. Belə düşünün ki, motivasiya dediyimiz şey təbii ki, hər hansısa bir stimul yaranır və biz onun üçün hərəkətlər eləyirik. Və bu stimul həmişə eyni formatda davam eləməyəcək. Bunu xüsusən də biz idmançılara da belə izah eləyirik ki... Və etməməsi normaldır da. Bəli, çox normaldır. Belə düşünün ki, hər hansısa bir hissə bizdə aktivləşir və o daimi olaraq eyni hissədə, eyni yüksəklikdə davam eləyərsə, təbii ki, bu insan bədənində müəyyən psixoloji problemlərə də gətirib çıxara bilər. Biz davamlı olaraq dopamindən istifadə etsək nə olar və yaxud da ki, davamlı olaraq noradrenalindən istifadə etsək. Burada artıq insan bədəninin ümumi psixofizioloji hissəsi də pozula bilər.
Buna görə də biz idmançıya və yaxud da bizə müraciət edən insana həmişə motivasiyanın həmişə 100% olacaq kimi bir söz verməməliyik. Ümid vermirsiniz buna? Təbii ki, verməməliyik. Proses dalğavari olmalıdır. Dalğavari olmalıdır. Enişlərin olmağı, düşüşlərin və yaxud qalxımların olmağı ümumilikdə bir prosesin təbii getməyinin göstəricisidir. Belə düşündə hər hansısa bir vasitə ilə də dediyiniz santimetrə, dediyiniz nəticəyə gəlmək olar. Amma bu davamlıdır. Sizdə davamlı ola bilər bu. Yəni həmin insan bu dalğalanmalara sadəcə hazır olmalıdır. Hər hansısa bir iş birliyinə başlamazdan öncə motivasiya ilə yanaşı mütləq disiplin qaydaları qoyulmalıdır. Nə qədər siz təbii ki, düşünə bilərik ki, biz məşqçiyik və gələn insana biz müəyyən bir proqramlar verməliyik və onun da istəklərini nəzərə almalıyıq. Təbii ki, bu yerində. Amma ikinci bir faktor var. Burada idarə edən və nəticənin birbaşa asılı olduğu insan sizsiniz. Ona görə də biz bu hissədə mütləq şəkildə qarşımızdakı insana müəyyən disiplin qaydaları qoymalıyıq. Və bu disiplin qaydalarının da ilk şərtlərindən biri düşüşlər olduğu zamanda, hansı ki bir depressiv dönəm ola bilər, hansısa bir motivasiyanın aşağı olduğu bir dönəm ola bilər ki, burada davamlılığı biz yenə ondan tələb eləməliyik. Bunlar olduğu müddətcə təbii ki, hər iki tərəf istədiyi nəticəyə çox asanlıqla gələ bilər. Məşhur və naməlum birinci gün sindromu, yəni bazar ertəsi başlayaram sindromu. Aha, qlobal bir sindromdur. Qlobal bir sindromdur əslində. Bu bazar ertəsi başlayaram sindromu nədir? Hansı ki o bazar ertəsi heç vaxt gəlmir ha. Və bir tarixi də yoxdur. Sadəcə bir ifadədir. Birinci gündən başlayacağam. Bu belə deyim Əkbər bəy, motivasiya var, istək var, amma altında tutarlı bir səbəb yoxdur. Mən bunu nə üçün istəyirəm? Mən bunu hansı məqsəd üçün istəyirəm? Məsələn, fitnesə başlamaq istəyirəm, tamam. Amma buradakı görüntü mənə lazımdır, yoxsa altında yatan həqiqətən də ciddi və mənə lazım zəruri səbəblər mi var? Əgər bir insanın motivasiyası, istəyi, məqsədi başqa faktorlarla, xarici faktorlarla çox əlaqəlidirsə, bu həmişə bazar ertələri olacaq. Hansı bazar ertəsi biz bilməyəcəyik. Biri də var ki, həqiqətən də bu insan nə istədiyini bilir və yaxud da ki, sağlamlığı üçün konkret müraciət eləmək istəyir və yaxud da ki, ciddi bir əlavə səbəbləri var. Öz sağlamlığından da əlavə, məsələn, görüntü üçün istəyə bilər, iş üçün istəyə bilər. Bunların hər biri uyğun səbəblərdir ki, bu insan bazar ertəsi dedirsə, bazar ertəsi başlayacaq. Amma bundan əlavə xarici faktorlar var ki, məsələn, yaxınlarım gedir, mən də gedim. Və yaxud da ki, hər hansısa bir sosial mediada izlədiyi hər kəs bunu eləyir, mən də gedərəm. Və yaxud da digər faktorlar. Bu hissələr artıq tam motivasiya olmadığına görə, tam fokus olmadığına görə həmişə müəyyən bir problem beyin tapır. Növbəti bazar ertəsindən başlayaram deyir və oradakı rahatlığı sizə verir ki, artıq mən bu bazar ertəsindən yenə əvvəlki rutinimdən davam eləyəcəm. Və relaks mühit dediyimiz hissə var ki, hər kəsin öyrəndiyi, komfort zonadan çıxmaq istəmədiyi bir hissəmiz var. Bu komfort zonadan çıxmaq bir çox insana qorxulu gəlir. Burada öyrəndiyimiz şərait ola bilər, yaşam şəraiti və yaxud da ki, hər hansısa bir rutinimiz ola bilər ki, məsələn, bir çox insan səhərlər durmağa həqiqətən nifrət eləyir. Amma fitnesslə məşğul olduqdan sonra sizin demək olar ki, oyanma, yatma, yemə vaxtlarınız 100% uyğun bir cədvəllə nizamlanmalıdır. Amma bunu eləməyi istəməyən insan üçün təbii ki, o bazar ertəsi əsla gəlməyə də bilir. Yəni, çox qəribədir. Sözdə ertə sözü var. Bu ertələnə davam edir də, sonsuzluğa gedir. Çox qəribədir. Demək, yekunlaşdırsaq bu sindromu, belə çıxır ki, məqsədin, istəyin kulis arxası dolğun olmalıdır. Yəni, tam insan bilməlidir ki, nə üçün başlayır, niyə gedəcək fitnesslə, hansı məqsədlər uğrunda başlayır. Və bu istək, bu məqsəd həqiqətən özününmü istəyidir, ehtiyacıdırmı, yoxsa müəyyən dərəcədə ona öyrədilib, müəyyən dərəcədə hardansa görür. Kənar təsirlərdən. Kənar təsirlərdən, faktorlardan asılıdırsa, o insanın bunu tam etmə şansı demək olar ki, yoxdur. Çünki daxili istək tam olmalıdır. Bəli, həm də düşünürəm ki, o istək və məqsəd əgər prioritet deyilsə, bəli, ən üst rəfə qoyulmayıbsa, o elə ertələnə də gedəcək. Önəmli olmalıdır ki, o məqsəd, davamlılığı da yüksək olsun, bəli. Fikir vermişsinizsə, insanlar qısa müddətli nəticələr, bayaq dediyimiz kimi, mən gəldiyim 2 ay nəticə, qısa müddətli nəticə görməyəndə
ümumiyyətlə sistemi buraxırlar. Niyə buraxırlar ümumiyyətlə? Bax, qısa nəticə görməyəndə tamamilə sistemdən əl çəkirlər insanlar. Niyə? Bunun psixoloji səbəbləri varmı? Birinci, həm psixoloji, həm sosial hissədən buraya yanaşacağam. Onu vurğulayım ki, bizim idmanla, fitnesslə bağlı anlayışlarımız hələ tam oturmayıb. Biz fitnessin hansı formada inkişaf etdiyini, nəticəyə gedən yolun necə olduğunu, bizim yolumuzun üzərində olan maneələri, keçməli olduğumuz hədəfləri biz bilmirik. Və maarifləndirmə hissəsini burada vurğulamaq istəyirəm ki, bir insan fitnessi sadəcə alətlərlə və yaxud da müəyyən xüsusən də xüsusi texniki vasitələrlə istifadə etdiyi hər hansısa bir aktivlik kimi görür. Amma bunun arxasında özünüz də kitabınızda vurğulamısınız, o hissələr mənim çox xoşuma gəldi. Bunun pərdə arxası məqamları çoxdur. Siz bilirsinizsə ki, fitness nədir? Siz bilirsinizsə ki, tam olaraq başladığınız yolun çətinlikləri nədir? Nələr görəcəksiniz və nəticə həqiqətən də sizi qane eləyəcəksə, təbii ki, bu yol sizin üçün nə qədər çətin olursa olsun, o nəticə, o son görüntü sizi həmişə cəlb eləyəcək. O işıq həmişə sizə vuracaq deyə siz o yoldan gedəcəksiniz. Amma siz maariflənməmisinizsə ki, siz bu yolda nələr görə bilərsiniz, hansı çətinliklər olacaq. Bayaq qeyd elədik, motivasiya da düşəcək, motivasiya da qalxacaq. Çətinliyi də görəcəksiniz, əzələ ağrıları da görəcəksiniz. Müəyyən bəzi hissələr var ki, təbii ki, o insan bədənini incidəcək. Amma proqram daxilindədirsə və hər iki tərəf bir-birinə güvənirsə, bir də Əkbər bəy, biz qarşımızdakı məşqçiyə tam olaraq güvənmiriksə, onun verdiyi proqram bizə o qədər də təsir eləyəcəyini düşünmürəm. Bəli. Burada güvən məsələsi, maarifləndirmə məsələsi, kommunikasiya bacarıqları və məşqçinin o anda qarşısındakı insanla işləmə bacarıqları çox önəmlidir. Məsələn, sizin fitness kitabında da vurğulamısınız, maarifləndirmə, danışıq, kommunikasiya hissələri olmalıdır. Evet. Sizcə bugün Azərbaycanda nə qədər fitness müəllimi düzgün kommunikasiya bacarığı var, düzgün maarifləndirə bilir? O çox önəmlidir. Yəni ilk görüşdən hətta insan gəlir zala yazılmağa və məşqçi seçərkən məşqçinin həmin insanla ünsiyyətindən artıq həmin şəxsin qərarı bəllidir. Elədir. Həmin an yox deməyə bilər məşqçiyə. Sadəcə hansısa bir inkar edici variantlarla, xoş variantlarla və ya belə deyəcək də, yəni fikirləşim gələrəm, bu həftə alınma, gələn həftə gələcəm və s. Amma bu artıq yox deməkdir. Amma Elədir. onu özünə birbaşa demir. O baxa bilər, deyək ki, bu məşqçi nə vaxtsa çempion olub, bunun fiziki göstəriciləri yaxşıdır və yaxud da zalda baş məşqçi kimi çalışır və s. Amma həmin insanla bunun kommunikasiyası, ünsiyyət qabiliyyəti uzlaşmadısa, həqiqətən də məsləhətdir ki, heç onlar işbirliyinə başlamasınlar. Elədir, sonraki fəsadlardan dolayı. Bəli, sonra əksinə nəticə olmayacaq, fəsad olacaq. Bunlar bir-birini belə də qıracaqlar. Həm də belə bir faktor var ki, bizdə ya fərqi yoxdur, milli komanda olsun, fitness olsun, məşqçilərimizin bir hissəsi, hətta böyük bir hissəsi yeniliyə və öyrənməyə biraz qapalıdır. Hər kəs hər şeyi tamam vaxtında öyrəndim, bilirəm və bununla davam eləyərəm deyə düşünür, amma fitnessdir, idmandır, ümumilikdə aktivlikdir, insan üçün çox böyük faktordur və bu faktorun arxasında çox böyük bir elm var. Bunu öyrənmədiyimiz və inkişaf edən bir hissəni təbii ki, biz tutaq ki, 10 il əvvəl bitirmişik, 10 il əvvəl öyrənmişik bu proqramı, amma bu hər saniyə inkişaf eləyir və siz hər saniyə bunu öyrənmədikcə hər saniyə geri qalırsınız. Hazırda sosial media, bütün hamısı, sosial media insanların bədən qavrayışını necə dəyişir, necə təsir edir? Birbaşa təsir eləyir Əkbər bəy. Bilirsiniz niyə? Çünki biz günlük rutinimizdə, günlük həyatımızda həddindən çox sosial mediadan istifadə edirik. Geyindiyimiz geyim, qidamız, reseptlərimiz, hətta mən xanımlar tanıyıram ki, sadəcə sosial mediadan resept götürüb istifadə edirlər. Düşünün ki, bir insanın demək olar ki, həyatının 90%-ni sosial media idarə eləyirsə, təbii ki, gözəllik anlayışını da biz oradan götürəcəyik, oradan bəslənəcəyik ki, məsələn, gözəl xanım deyəndə nə nəzərdə tutulur bugünkü gündə? Estetik baxımdan xırda burun olmalıdır, çəkik gözlər olmalıdır, saç forması bu cür olmalıdır. Bu ilin bədən şəkilləndirmə, məsələn, müəyyən layihələrin ölçüsü bu qədər olmalıdır, müəyyən qədər dolğu olmalıdır və yaxud da ki, saç trendləri, məsələn, geyim trendləri. Hər şey bizim üçün demək olar ki, sosial medianın öyrədildiyi hissədən keçir. Biz burada ən böyük problemi nədə görürük? Bugün biz bir çox
ölüm halları, bir çox krizli məqamlar yaşayırıq ki, televizorda da görürük ki, bu əməliyyatlarda bədən şəkilləndirmə olsun, estetik əməliyyatlar olsun, ciddi fəsadlar törədir. Ölümə qədər gətirir. Ölümə qədər də gətirir. Hətta belə deyim, mənim bir yaşadığım belə bir durum var idi. Mənim idmançımın valideyni çox gözəl bir xanım idi həqiqətən. Bədən forması, ümumi görüntüsü çox yaxşı idi, amma yenə də nədənsə narazı idi. Yenə də nələrsə axtarışdaydı. Bir xanım hər gün mən onu görsəm belə əminəm ki, hər gündə müəyyən bir profil gətirir ki, bu həkimi tanımırsınız, yəni necə əməliyyat edir? Mənim bu hissəm necə olub bu gün? Yəni ancaq kənar faktora önəm verirdi ki, məsələn bu hissəmdə filan hissə prosedur eləyim, filan hissədə prosedur eləyim. Bu insanın ən sonunda belə deyim, çox faciəvi bir şəkildə sonu oldu. Bu hissədə düzdür, ad soyadı verməyəcəm, amma ən sonunda burada biz gördük ki, xanımın bədənində ciddi bir deformasiya oldu, bədən çürüməyə başladı. Çox böyük faciəvi bir addım idi. Qadına biz həmişə vurğulayırdıq ki, bu hissən zaten yaxşıdır, yəni tanış idik həm də eyni zamanda, vurğulayırdıq, öz rəfiqələr də bildirirdi. Amma onun görüntüsü öz xoşuna gəlmirdi. Çünki daimi olaraq sosial mediada kimləri izləyirdi və həmişə kiməsə bənzəməyə çalışırdı. Bunun altında yatan məqam əslində psixoloji olaraq belə deyə bilərəm ki, o xanımın əsla sevgi tamlığı olmayıb, yəni sevgi yetərsizliyi çəkib, diqqət yetərsizliyi çəkib, təsdiq ehtiyacı olub. Bugün o xanım nə qədər gözəl görünsə də bizə, özünü daxildən təsdiqləmədiyi üçün həmişə təsdiqlənən, gözəl görünən, sevgi ehtiyacı tam olan insanlara bənzəməyə çalışacaq. Çünki elə düşünür ki, o xanım, mən də onun kimi görünsəm, onun kimi sevilə bilərəm. Yəni bir növ natamamlıq kompleksidir. Natamamlıq kompleksinə də gedib çıxır, bəli. Bu hissədə biz insanları niyə tövsiyə edirik ki, niyə maarifləndirik ki, övladlarınızı özgüvənli böyüdün. Özlərini sevsinlər, siz onları sevin. Bu hissənin sonu təbii ki, gətirir özünü bəyənməməyə çıxardır. Bu da bədən şəkilləndirmə, digər ciddi əməliyyatlarda təbii ki, nə qədər gözəl görüntü olsa da onun arxasında ciddi bir bədən problemi yaşanır, həmişə yaşanır. Nə qədər biz görüntünü görürük, amma arxasını görmürük, əzabı görmürük, çətinliyi görmürük, deformasiyanı görmürük. Bu hissələr çox ciddi mövzulardır. Məncə maariflənməyə ehtiyacı olan mövzulardır. Bax, elə bu məqamda, bu yerdə özünü başqaları ilə müqayisə etmək ağlıma gəldi. Bu var da, yəni bu danılmaz bir faktdır. Geniş bir anlayışdır. Mənə maraqlıdır. Özünü başqaları ilə müqayisə etmək. İdmanda, idmançılarda özünü hansı şəkildə biruzə verir? Yəni performansa necə təsir edir? Burada iki faktor var. Müsbət müqayisə, yəni rəqabət yaradan bir müqayisə. Biri də var ki, həqiqətən də ortada bir polemika, bir problem yaradır və yaxud da ki, əlavə mübahisələr yol açır. Əgər biz sağlam rəqabətdən söhbət eləyəcəksə burada, təbii ki, müqayisələrin olmağı çox yaxşıdır. Hətta belə deyim, biz milli komandada idmançılarla işləyəndə çox xoşum gəlir ki, bir idmançı özünü bir nömrə ilə müqayisə eləsin. Özünü bir nömrənin xarakterində bəzi hissələr götürsün. Birbaşa kopyalamaq başqa bir şeydir. Təbii ki, onda zaten heç bir nəticə olmaz ki, məsələn, belə deyək, Arif özünü Vaqiflə müqayisə eləyir, amma təbii ki, sizin bədən quruluşunuz fərqlidir, yediyiniz, içdiyiniz qida, böyüdüyünüz mühit, %100 kopyalama həmişə problem yaradacaq. Və yaxud hazırlıq, keçmə prosesi fərqlidir. Bəli, yediyiniz qidalar, hazırlıq prosesi, hər şey fərqlidirsə, %100 kopyalanma, %100 bənzəmə istəyi ən sonda böyük ehtimal negativ nəticəyə gətirib çıxaracaq və belə deyək də, idmanda, fitnessdə fərqi yoxdur, hər yanda ən sonda bir insanın özünün xarakterini ortaya qoyduğu dönüş məqamları olur. Həmin bu məqam kopyalana bilməyən bir məqamdır. Yəni, belə primitiv səslənsə də, amma belə deyək də, nə Əli heç vaxt Vəli olacaq, nə də Vəli heç vaxt. Əli qalacaq, Vəli də Vəli. Sən kimin məşq üsulunu kopyalasan da, özünü kimə bənzətsən də, eyni addım və addım həmin prosesləri etsən də, sən olaraq qalacaqsan və yaxud özünün ən yaxşı versiyası olacaqsan. Bruce Lee, yəni hamınızı tanıyırsınız da, ona bir dəfə sual verdilər ki, sən belə dünya ulduzusan, döyüş növləri atasısan, ünvanı almısan, həm də filosofsan, eyni zamanda 7 cild fəlsəfi kitab yazmısan və s. ABŞ-da fərqli ştatlarda 3 məktəbi var idi və çox böyük ulduzlar, dönəmin ulduzları onun yanına gəlirdi və s. Digər döyüş növləri məktəblərindən
ustadlar gəlib orada onun stilində demək məşq keçirdilər, öyrənirdilər. Bir dəfə soruşdular ki, sən niyə öz bildiyini və bu qızıldan dəyərli bilgilərini hamıya öyrədirsən, hamı üçün açmısan bu məktəbi. Halbuki sənə qədər Çin məktəbləri ABŞ-da çox gizli, ancaq Çinlilərə öyrədirdilər, yaymırdılar. O bəsit bir cavab vermişdi ki, demişdi ki, mənim stilimi kim öyrənirsə öyrənsin, o heç vaxt Bruce Lee olmayacaq. Elə. Özünün ən yaxşı versiyası olacaq. Yəni insanlar bilməlidirlər ki, həm təqlid yaxşı şey deyil, ümumiyyətlə yaxşı şey deyil. Yəni səni sən olmaqdan çıxardır, həm də bənzətmə. Çünki sənin həqiqətən də sən bənzətmə, mən belə düşünürəm ki, həmin idmançıda demək yüksək gözləntilər yarada bilər öz haqqında, amma çıxıb yarışda performans zamanı əks bir şey yaşayacaq və artıq sonu depressiyaya gedəcək bu münasibətin. Hətta belə bir şey vurğulayım. Siz dediniz ki, özünün ən yaxşı versiyasını yaradır. Həqiqətən də belədir. İdman növü, fitness, fərqli döyüş növləri fərqi yoxdur. Hər birinin bir fəlsəfəsi var bildiyimiz kimi və fəlsəfə elə bir anlayışdır ki, psixologiya ona yarandığına görə belə dəqiq danışıram. Fəlsəfə hər insanı fərqli yetişdirir. Çünki fəlsəfədə net bir sən bunu etməlisən deyə bir anlayış yoxdur. Hər insan anladığına, qavradığına və analiz etdiyinə görə formalaşdırır o xüsusiyyəti. Və buna görə də nə qədər kopyalamağa çalışsa da bir insan əmin olun ki, %100 heç vaxt eyni nəticə alınmayacaq. Və kopyalamaq dediyimiz hissədə idmançılar nəyi yaşayacaq? Dönüş məqamları dedim bayaq, hansı ki, burada artıq idmançının öz xarakteri işə düşür. Bu hissədə öz qoyduğu bir xarakter olmadığı müddətcə, zaten orada yediyi yumruq və yaxud da ki, qarşılaşdığı zərbə artıq onun uduzmağı ilə nəticələnəcək. Ona görə də kopyalamaq yerinə ondan örnək almaq. O məqamı vurğulamaq istəyirdim ki, müqayisə etmək və təqlid etmək əvəzinə səndən təcrübəcə və karyera stajına görə böyük məqamda dayanan idmançılardan bəhrələnmək lazımdır. Ən düzgün variant məncə də budur. Ən işlək variant odur. Bəli. Bəhrələnsən, onun hər hansısa metodikasından və yaxud məşq prosesindən, məşqə yanaşma tərzindən, özünə inam məsələlərindən də çoxdur aspektlər. Sən oradan nələrsə mənimsəsən, bəhrələnsən, onu özününküləşdirib tətbiq etsən, sən daha yaxşı nəticə qazanarsan. Nəinki eynisini təqlid etmək və yaxud sən hələ bu leveldəykən zirvədə olan atletlə özünü müqayisə etmək və yaxud özünü ona bənzətməklə. Məhz bu hissədə bir kənar hissədə bir şey vurğulayacağam sizə. Biz idman psixologiyasında hansı ki idmançının öz güvənini yetişdirdiyimiz bir hissə var. Burada bir metodikadan istifadə edirik. Bu metodikada öz güvəni olmayan və özünü çox dəyərsiz hiss edən idmançıya bir özünün bəyəndiyi və özünün belə deyək pərəstişkarı olduğu bir idmançını misal gətirməyini istəyirik. Məsələn, hər hansısa bir xarici və yaxud yerli bir idmançı ola bilər. Həmin o pərəstişkarı olduğu idmançının o situasiyalarda, o vəziyyətlərdə sənin yerinə olsaydı verəcəyi qərarları sadalamağını istəyirik. Məsələn, tutaq ki, xalda geri düşmüsən, sənin yerinə bu pərəstişkarı olduğun idmançı olsaydı nə reaksiya verərdi? Çox maraqlı. Və burada artıq idmançı düşünür, onun analizləri gəlir artıq onun fikrinə ki, həqiqətən də o insan onu yaşayıb və mən bu kadrı izləmişəm. O adam orada neylədi və yaxud da ki, xalda geri düşdü, amma yenə dayanmadan irəli getdi və yaxud toparlandı, nəfəs məşq elədi, davam elədi. Bu hissədə artıq biz onun canlı praktikasını istəyirik ki, bu hissə yaşandığı zaman özünə sadəcə bir sual ver ki, mənim bəyəndiyim idmançı mənim yerimə olsaydı nə edərdi və bunu tətbiq et. Tətbiq eləyəndən sonra sənə nə qədər uydu? Və əsas sual buradadır Əkbər bəy. Sənə bu hissə nə qədər uydu? Sən onu sevə bilərsən, onu bəyənə bilərsən, stili sənə görə çox yaxşı ola bilər. Amma yenə də onun tətbiq etdiyi metodikanı özünküləşdirməsən, mənimsəməsən, təbii ki, heç bir reaksiya verməyəcək bədən. Çünki bədən nə vaxt ideal performansa çatır? Hər şeyi mənimsəyəndən sonra. Belə düşünün ki, bədən, niyə deyirik ki, biz idmançılarımız öz zallarında daha yaxşı döyüşürlər, amma arenalarda fərqli döyüşürlər. Çünki o zal onu mənimsəyib artıq. Zal onu mənimsəyib,
o da zalı mənimsəyib. Texnikada kopyalamaq da belə bir hissədir ki, əgər bir idmançı bir texnikanı və yaxud üsulu, metodikanı tam olaraq %100 o insana uyğun öyrənməyə başlayırsa, onu artıq kopyalayırsa, zaten onun bədəni onu o formatda tətbiq etməyəcək, mümkün deyil. Özünküləşdirdikdən sonra tətbiq eləyəcək. İndi isə peşəkar idmandan biraz da danışaq. Çünki peşəkar idmanda yanaşmalar, təzyiqlər, gözləntilər daha sərt olur. Çünki peşəkar idmançı aid olduğu qurumu, federasiyanı və yaxud məxsus olduğu ölkəni təmsil edir və nəticə qazandırmalıdır və bu nəticə uğrunda çox ciddi qurbanlar tələb olunur və çox sərt disiplin, motivasiya, komanda işi və s. və ilaxır daha çox olur. Sözsüz ki, idman psixologiyası hesab edirəm ki, burada qat-qat daha çox önəmlidir və lazımdır. Və elə yeri gəlmişkən peşəkar idmançı ilə həvəskar idmançı arasında da olan fərqi qısaca izah edim. Çünki çox yerdə, digər deyək ki, verilişlərdə və yaxud aparıcılar və s. bunu səhv salır. Çünki sualı ünvanlayanda sən ayırd etməlisən. Verdiyin sual, yəni qarşında əyləşən idmançıya verdiyin sual peşəkar idmana və idmançıya aid sual, yoxsa həvəskara. Peşəkar idmançı yarışan atletdir. O, məşğul olduğu idman növünü peşəyə çevirir. Yəni adından da gördüyü kimi peşəkar idmançı. Yəni bir insan əgər güləşirsə, güləşlə məşğul olursa, o yarışlara çıxır və o yarışlardan mütləq nəticə gətirməlidir. Nəticə qazandırmalıdır və onun əsas işi bu olmalıdır. Və yaxud bir atlet, fitnessçi və yaxud bodybuilding üzrə deyək ki, atletdir. Hər kəs fitnesslə və bodybuildinglə məşğul ola bilər. Əgər məşğul olduğun idman növü sənə karyera qazandırırsa və sən bu istiqamətdə pul qazanırsansa, bu artıq peşəkar idmandır. Həvəskar idman tamam ayrı bir şeydir. Sən öz arzuların, məqsədlərin, deyək ki, sağlam həyat tərzi üçün, normal qaydada bir vücudun və bədənin fit olması üçün etdiyin məşğuliyyətdir. Bu o zaman peşəkar idmançı statusuna çevrilir ki, sən o adı qazanmalısan, sən medal dəstləri, nəticələr verməlisən, hansısa idman qurumlarına təmsil etməlisən, beynəlxalq turnirlərdə iştirak etməlisən və ən əsası sən o məşğuliyyətdən pul qazanmalısan. Yəni peşəkar idman budur əslində. Karyera qurmaq və bu istiqamətdə fəaliyyət göstərərək həm ölkənə nəticə gətirməlisən, həm də bu istiqamətdə pul qazanmalısan. Yəni beynəlxalq təcrübədə belə yazılır, beynəlxalq təcrübə budur. Peşəkarcasından məşğul olmaq ayrı bir şeydir. Təəssüflər olsun ki, bir çox idmançılar və məşqçilər bunun fərqini bilmədən özlərinə peşəkar idmançı deyir. Peşəkar idmançı rəsmi statusdur. Sən məşğul olduğun idman növünün beynəlxalq federasiyası tərəfindən rəsmən tanınıb, təsdiq olunduqdan sonra sənə xüsusi vəsiqə verilir. Sən peşəkar idmançıların siyahısına daxil olursan və sən artıq rəsmi qaydada peşəkar idmançı sayılırsan. Dediyim kimi, məşqlərə, pəhrizə, disiplinə peşəkar yanaşa bilərsən. Sənin çox əla fiziki göstəricilərin ola bilər, çox yaxşı bədən forman ola bilər, yerli turnirlərin qalibi ola bilərsən. Amma sən peşəkar idmançı deyilsən hələ rəsmi olaraq. Yəni bunun fərqini sadəcə istədim bilsinlər Gülbəniz xanım. Çox gözəl faktordur, bəli. Çünki sual ünvanlananda gərək sən o fərqi bilib ünvanlayasan. Çünki peşəkar idmançıya verilən sual və peşəkar idmançının verdiyi cavab həvəskar idmançıya və yaxud həvəskar insana şamil olunmur. Elə. Bunlar tamamilə fərqli bir şeylərdir. Və cavablarda da bu bilinir həqiqətən. Cavablarda da bilinir. Bunu izləyən məlumatsız bizim hörmətli izləyicilər gedir o üsulları tətbiq edirlər yanlışlıqla. Bu da nəticədən çox fəsada səbəb olur. Yəni ciddi tibbi fəsadlara səbəb olur və heç vaxt biraz öncə dediyimiz kimi o yüksək nəticəyə gəlib heç vaxt çatmırlar. Elədir. O
qolun böyüdülməsi filan məsələsində misal çəkdim ha. Bəli, bəli. Yəni o peşəkar yanaşıb bu məsələyə, amma sən həvəskarsan, sənin istəsən də 2 aya, 3 aya səndə olan o motivasiya ilə o nəticəyə çata bilməyəcəksən. Və yaxud digər tərəfdən də o qolunun 45 sm olması səni peşəkar idmançı statusuna qaldırmır. Sən rəsmi olaraq təsdiq olunmalısan. Bunun üçün də beynəlxalq turnirlərdə iştirak vacibdir və dediyim kimi beynəlxalq federasiya tərəfindən qəbul olunub tanınma, sertifikatlaşma və vəsiqə ilə bunun təsdiqi labüddü mütləqdir. Peşəkar idmandan danışaq indi. Peşəkar idman və peşəkar idmançılar arasında idman psixologiyası. Yarış öncəsi stres. Çox ciddi və belə deyək, çox müraciət olunan bir problemdir. Yəni normaldır bu. Bəli, Yarış öncə bəli. bütün bir daha buradan da vurğulayıram. Yəni mən özüm də, mənim həmkarlarım da yarışlara atletlər hazırladığımıza görə bu məsələ şəxsən mənə çox danışdı, amma biz bunu daha detallı elmi cəhətdən müzakirə edirik də. İstənilən səviyyəli, yüksək dərəcəli, yüksək nailiyyətli idmançılar hamısı bu və ya digər yarışda mütləq həyəcan keçirdirir. Bəli. Hətta belə deyim. Bunun psixoloji tərəfləri. İşin ən belə deyək, enerji verən və hətta ağıllı idmançıların silaha çevirdiyi bir hissədir bu. Belə düşünün ki, stres zamanı insan bədənində kortizol ifrazı baş verir və bu kortizol ifrazı nə qədər də bizim stresə pis baxmağımıza baxmayaraq, əslində bədəni canlandıran faktorlardan biridir. Stresi tənzimləyən hormondur əslində. Çox idmançı qorxur bu kortizol hormonundan. Amma yəni işimizə yarayır belə baxanda. Bioloji mexanizmləri niyə bilmək ona görə önəmlidir deyirik. Maarifləndirmə niyə önəmlidir deyirik. Bir idmançı deyir ki, məsələn gəlib mən sıfır stresslə sahəyə çıxmaq istəyirəm və yaxud arenaya girmək istəyirəm. Bu o deməkdir ki, sən küçədə gəzdiyin vəziyyətdən və yaxud da ki, yemək yediyin vəziyyətlə necə girib çox yüksək bir səviyyədə performans göstərə bilərsən. Bu qeyri-mümkündür. Oradakı stres, oradakı belə deyək məsuliyyət səni əslində aktivləşdirən, o partlayıcı güc deyirik ki, idmanda çox önəmlidir, xüsusən də döyüş növlərində. Bu hissədə sənə verən o hissələr var ki, enerjini məhz bu stres səviyyəsindən qaynaqlanır. Təbii ki, burada səviyyə də önəmlidir Əkbər bəy. Belə deyək, idmançının hər birinin özünün spesifik stres səviyyəsi faizləri olur. Bunu biz idmançılarla xüsusən fərdi seanslarda müəyyən edirik ki, məsələn, amilin stres səviyyəsi tutaq ki, 45%, 50%dir və bundan yuxarıda artıq amilin bədənində müəyyən bir problemlər yaşanır. Əl tərləməsi ola bilər və yaxud titrəmə ola bilər, ürək döyüntüsü, hətta bəzən ürək bulanması. Bunlar artıq yüksək stres göstəricisidir. Biri də var çox aşağı stres. Burada da artıq idmançı sahəyə çıxdığı zaman bəzən bildirir ki, döyüşdə olduğumun fərqində deyildim, neynədiyimin fərqində deyildim. Sadəcə çıxdım və mən atdım, bu qədər. O hissədə bədən o qədər aktivləşməyib, o qədər qapalı qalıb ki, bu həm yüksək stres faizindən ola bilər, həm çox aşağı stresin olmasından dolayı ola bilər. Ona görə də biz idmançılarda hər hansısa bir streslə bağlı müraciət olduğu zaman mütləq onun ideal stres səviyyəsini müəyyən edib. Bütün beynəlxalq protokollarda hər idmançı, indi bilmirəm bizim federasiyalarda bu hissə nə qədər önəmlidir, amma həqiqətən də elit idmançı ilə işlənilirsə, bir nəticə gözlənilirsə ondan, biz bilməliyik ki, bu insanın ideal stres səviyyəsi nə qədərdir. Bu stres səviyyəsindən yuxarı çıxdığı zaman hansı göstərici olur, aşağı düşdüyü zaman hansı göstərici olur. Bu faktorlar bizim əlimizdə olduğu zaman kompleks işi rahat apara bilirik və məşqçi ilə də rahat danışa bilirik ki, məsələn, bu idmançının ideal stres səviyyəsi 50-dir. Sən bu aşağı olduğu zaman bunu artıq bir balaca stressə sala biləcək sözlərdən istifadə edə bilərsən. Burada söhbət müsbət stressdən gedir. Artıq bu 50-dən yuxarıdırsa onu salmağa çalışmalısan. Buna görə bu stres məsələsi çox geniş bir faktordur və burada federasiyada, məşqçilərdə, idmançılarda, valideynlər belə maariflənməlidir. Təzyiq və baskı altında idmançının performansı dəyişir. Bəli, bəli. Niyə dəyişir? Burada müsbət və mənfi dəyişimlərdən söhbət gedə bilər. Misal çəkim,
son Avropada bizim millilərimizdən birində bir xanım idmançımız var. O xanım idmançı ilə biz 6 aya yaxındır ki, davamlı olaraq seanslardayıq və o xanımda bir faktor var ki, bunu məşqçilər belə bilmirdi. Bu faktor odur ki, bu xanım həqiqətən də aqressivləşəndə çox qəşəng döyüş ortaya qoyur və bu döyüş onun performansının daha yüksək zirvəsidir. Amma bəzən idmançılar ona, məşqçilər daha doğrusu ona sakit olmağını tapşırırdı. Rahat ol, sakit ol, döyüşü beynində qur, alqoritm qur, hazırlıq qur. Bunlar o idmançıya həqiqətən də mənfi təsir eləyirmiş. Ona görə də idmançıların bəzən baskı altında olmağı müsbət təsir də eləyə bilər, bəzən mənfi təsir də eləyə bilər. Burada məsələ çox şaxəlidir. Belə vurğulayaq ki, kimə necə təsir eləyir məsələsi var. Dediyim kimi, həmin o xanıma çox yaxşı təsir eləyirdi, amma yenə orada da müəyyən səviyyə var. Onun da narahat olduğu mövzulara toxunulursa və yaxud da belə deyək, qarşındakı rəqibin nəticəsi səndən çox yüksəkdir. Bu onu təbii ki, həddindən artıq demotivasiya eləyəcək, ümidlərini sarsıdacaq və artıq o insan beynində o yarışı uduzdu. Biri də var ki, bu insan nəticəlidir, amma sənin kimi rəqibdir, yəni. Eyni səviyyədəsiz. Yəni, bu o deməkdir ki, məşqçi tərəfindən deyilirsə, səni çox gərgin, amma çox səviyyəli bir döyüş gözləyir. Buna həm beynini, həm zehnini hazırlamalısan. Gördüyün rəqiblər kimi deyil, sənin səviyyəndədir. Bu idmançıya müsbət bir təsir verir ki, nə qədər baskı desək də, gələcəkdə bu insan ondan ilk zərbəni alanda və yaxud vurduğu ilk zərbə keçməyəndə avtomatik demotivasiya olmasın. Bilsin ki, öz səviyyəsindəki rəqiblə döyüşür və bunlar olacaq. Bax, bir də görsən ki, yarışda idmançı ən kritik bir anda donur. Aha. Ya sonuncu raundda, ya sonuncu raundda bir 10 saniyə qalıb, 20 saniyə qalıb, həll edici məqamda. Bu komanda idman növlərinə də aid ola bilər. Yəni, kütləvi donma və yaxud kapitanın donması və yaxud da tək növçülükdə. Bu donma nədən qaynaqlanır? Nə baş verir həmin an idmançının beynində? Burada yenə biraz spesifik məqamlar var. Hər idmançıya görə donma faktorları fərqlidir. Bəzi idmançılar, məsələn, rəqibini analiz eləyir ki, xüsusən də bu rəqibin bir nömrə texnikalar işləyir və yaxud da ki, müəyyən spesifik texnikaları var, müəyyən spesifik boşluqları var. Ya güləşmişəm bundan və yaxud da ki, yarışmasını izləmişəm. Bu adam artıq beynində konkret bir alqoritm qurur ki, mən çıxacam, bunları eləyəcəm və bunu atacam. Artıq bu idmançının ikinci bir variantı olmasa və vəziyyətdən çıxma bacarıqları yüksək olmasa o idmançıda, o idmançı o texnikanı rəqibə keçirmədiyi anda beyni donacaq. Çünki ora qədər düşünüb, ikinci bir variantı yox idi. Bu məqam daha çox məşqçilərdən də qaynaqlana bilər ikinci bir hissədə. Məşqçi düzgün yönləndirmirsə, məşqçi idmançının arxasındakı belə deyək də ikinci bir döyüşçüdür. Çünki onun dediyi şeylərin əksəriyyəti o arenada zaten tətbiq olunur. Əgər məşqçi arxasında deyilsə, məşqçi özgüvəni vermirsə, danışığında davamlı olaraq stimul verici sözlərdən istifadə eləmirsə, xüsusən də kritik məqamlarda, xalda geri düşəndə son saniyələrdə, hansı ki idmançını tanımayan məşqçi yanlış bir göstərici ilə idmançını orada kilidləyə bilər, çox rahatlıqla. Bilmədən eləyir bəlkə, bilərəkdən eləyir. Yenə deyirəm, bayaqki birinci hissədəki mövzumuza da getdik, çıxdıq buradan. Bilərəkdən də eləyə bilər, amma inşallah ki, bu bilərəkdənlərin sayı azdır. Amma bilməyərəkdən edə bilər ki, məsələn, xüsusən də onun narahat olduğu mövzuya toxuna bilər, bilmədiyi hissəyə toxuna bilər, öyrətmədiyi texnikanın adını çəkə bilər. Lazımsız yerdə lazımsız ifadə işlədə bilər, nəyisə xatırlada bilər. Bəli, bu hissələr artıq idmançıların süni şəkildə donmalarına gətirib çıxardır. Yəni, donma da yəqin ki, məğlubiyyət deməkdir. Bəli, yəni ən azı 1 saniyə dondunsa, 1 saniyə rəqibdən və yaxud kritik bir xal itirdin. Bəli, stratejidir. Heç bir idmançının xoşlamadığı bir məqama toxunmaq istəyirəm, məğlubiyyət. Məğlubiyyət psixologiyası necə işləyir? Bu idmançılar bunu necə qəbul edir və yaxud etməlidir? Aha, belə deyək də, idmançılar bilməlidir ki, idman nə deməkdir? Hər şeydən öncə. Bir idman məğlubiyyəti ilə, qalibiyyəti ilə, uğursuzluqları ilə, uğuru ilə, hər şeyi ilə idmandır. Yəni, bir idmançı bu idmana başlayırsa, onu hər tərəfli qəbul eləməlidir. Sadəcə çempionluq, sadəcə inkişaf, sadəcə medal gözləntisi ilə gedirsə, bəli, sonra vəzifə. O səhraya eynəklər deyilir. Arda-arda 3 yarış qazansın bir idmançı, avtomatik olaraq o eynəklər taxılır. Hər şey əla, zaten reytingdə yuxarıdayam, bütün rəqiblərimi udmuşam və s. və l. Amma
bunun pərdarxası məqamı var ki, sən burada rahat olduğun zaman o rəqib orada işləyir, sən analiz eləyir davamlı olaraq. Ona görə də biz idmançılara məğlubiyyəti də ən azı qalibiyyət kimi normal qəbul etmələrini öyrətməliyik. Bu hissədə məşqçilərə də iş düşür, valideynlərə də iş düşür. Çünki özünüz yaxından görsəniz bilərsiniz ki, az yaşlı, yeniyetmə idmançılarımıza baskıların 50% məşqçidəndirsə, 50% də valideynləndir ki, yenə dediyim kimi, uduzsan məşqi dayandıraq, keç artıq başqa sahəyə və yaxud da ki, burada yaxşı deyilsən bəlkə. Yəni, məğlubiyyət bir idmançının gözündə son kimi göstərilirsə, müəllim artıq məni sevməyəcək, ikinci plana atılacam, yerin dibi kimi anladılırsa. Bəli, bəli. Son olaraq göstərirsə, təbii ki, biz idmançıya məğlubiyyəti normal vaxt deyə bilmərik. Çünki həyatda əhatə olunduğu iki insan ikisi də bunu pis qəbul elətdirir ona. Halbuki aşılanmalıdır ki, peşəkar idmanda, yəni idmançıya, məşqçiyə aşılanmalıdır, öyrədilməlidir ki, məğlubiyyət də var, normaldır, qalibiyyət də var, bu da normaldır. Bəli, çünki artıq olmuş bir prosesin üzərində durmaq, hər məqamda bunu təkrarlamaq və qarşımızdakı idmançını aşağılamaq. Zaten yəni nə qədər məşqçilər qəbul eləməsə də gələcəkdəki medal sayını biz orada baltalırıq. Həm də məğlubiyyət həmin idmançının pis idmançı olmasını göstərmir, onun belə deyək, şanına, şöhrətinə və yaxud əvvəlki nəticələrinə heç də kölgə salmır. Yəni, sən həmin gün, burada və indi anlayışı var da, burada və indi, sən həmin gün alındıra bilmədin. Amma bəs sənin əvvəlki nəticələrin var. Sənin proqnoz olaraq gələcəkdə yaxşı nəticələr vermək potensialın var. Yəni, idmançı və onun məşqçisi anlamalıdır ki, bu, misal üçün, 5 yarışı, 5 turniri qalib ola-ola gəlib 6-cıda məğlub oldusa, bu pis idmançıdır demək deyil və yaxud sən digər yaxşı idmançılar siyasından silindin. Yəni, idmançını məhv etmək və büküb kənara qoymaq lazım deyil. Elədir. Yəni, bunu başa düşməlidirlər ki, məğlubiyyət də qaçılmazdır. Hər bir idmançı üçün, bütün titullu idmançı üçün. Sadəcə olur ki, bəzi idmançılar yaxşı mənada bicli işlədir. Karyerasının ən pik dönəmində məğlub olmadan karyeranı bitirirlər. Amma onlar davam etsəydilər, 100% ki, onların qarşısına onu məğlub edən bir rəqib çıxacaqdır. Bu qaçılmazdır. Və orada valideyn sözü işlətdiniz, eşitdim. Ağlıma belə bir sual gəldi. Xüsusən də bu uşaqlar və yeniyetmələr üçün soruşuram. Valideynlər həmişəmi uşaqlarının, övladlarının məşqində və yaxud yarışında iştirak etməlidir? Bir mənalı olaraq həmişə yox. Həmişə yox. Həmişə yox. Çünki belə düşünün, idmançı rahat olmalıdır o sahədə. İnsan nə vaxt rahat olur? Nəzarətdə olduğunu hiss etmədiyi zaman, müdaxilə olunduğunu hiss etmədiyi zaman. Zaten belə deyək də, o idmançı o məşqə daxil olursa, onu kontrol edən və davamlı olaraq proqramı icra edən bir insan var. Bunun adı məşqçidir. Hətta məşqçilər də bəzən şikayət edir ki, valideyn o qədər bizim məşqlərimizdə əyləşib, o qədər artıq özünü söz sahibi hesab eləyir ki, sabahçı gün mənə deyir ki, burada siz bunu düz eləmədiniz. Yəni, konkret proqramı belə dəyişdirməyə çalışan valideynlər var. Düşünün ki, bu insan məşqçiyə bunu rahatlıqla ifadə edə bilirsə, evdə səhv eləyən uşağına nələr deməz? Sən niyə onu səhv elədin? Zaten bunu siz keçən həftə keçmişdiniz. Keçən həftə bu uşağa qalib gəlmişdin. Nə oldu? Təbii ki, qalib gəlməlidir. Təbii ki, məğlub olmalıdır. Təbii ki, vəziyyətdən çıxmalıdır. Ondan sonra bir xarakter siz ondan gözləyə bilərsiniz. Və yaxud başqa bir misal, məktəb misalı. Valideyn gedib məktəbdə bütün günü, bütün dərslərində oturmur ki, şagirdin. İştirak etmir ki, düzdür? İstər ibtidai sinif olsun, istər yuxarı sinif olsun. Yəni, valideyn necə ki, məktəbdə şagirdin dərsinə gedib oturub müdaxilə etmirsə, nə bilim, müəllim də səhv tutmursa, yəni işin gedişatına mane olmursa, bu prosesə mane olmursa, deyirsiniz ki, məşqdə də bir o qədər çox iştirak etməməlidir. Bacardığımız qədər özləri dəvət etmədikləri müddətcə orada iştirakımız çox da önəmlidir. Amma yarışlarda iştirak etmək müsbət hal kimi. Yenə də özləri. Yəni idmançının özü razıdırsa, dəvət eləyirsə, yəni mənim elə idmançı pasiyentlərim var ki, konkret olaraq onlar bildirir ki, mənim atam mənim yarışıma gəlməsin. Çünki ilk danlağı ondan eşidir. Hətta o arenada hər kəs təbii ki, coşqu ilə kimlərinsə adlarını çəkirlər. O məqamda artıq bu uşaq uduzdusa,
birinci qışqıran mənim atam olur deyə və mən təbii ki, o stresslə orada güləşə bilmərəm. Yenə də individual xarakter daşıyır. Bəli, bəli. Hər kəs özü qərar verməlidir ki, iştirak etdə sərbəst olsun və yaxud istəsin və yaxud istəməsin. Tənzimlənməlidir, amma xoş qarşılanır ki, davamlı və tez-tez ziyarət etməsinlər valideynlər. Bəli, ən əsas isə budur. Mənə həmişə belə maraqlı olub, çempion atletlərlə digər atletlər arasında mental fərq, əsas mental fərq nədən ibarətdir və doğrudanmı bu çempion mentaliteti deyə bir anlayış var, eşidirik bunu, istifadə edirik. Bunun əsasları varmı idman psixologiyasında? Bir mənalı olaraq həqiqətən də çempion mentaliteti deyilən bir faktor var ki, həqiqətən də idmançı o daha yüksək səviyyəyə çatırsa, həm mənəvi, həm fiziki, həm texnika, həm psixoloji cəhətdən o artıq o fəlsəfəni və mentaliteti dərk etməyə başlayır və ondan sonra artıq həmin o idmançının xarakteri, davranışları, döyüş stili belə dəyişir bəzən. Bu ondan qaynaqlanır ki, bəzən digər idmançılar və çempion idmançılar dediyimiz hissədəki ayrımda bir məqam var ki, çempion idmançıların arxayın olduğu və əmin olduğu bəzi dəyərlər var. Mən 100% bu hissələrə əməl eləməliyəm, çünki artıq bilirəm ki, buna etdiyim zaman, məsələn, cüdo idman növündən bir idmançıdır, o bilir ki, cüdoda bu ona xeyirdir və cüdoda bu onun işinə yarayır. Çünki hər növün öz fəlsəfəsi var və bu fəlsəfəni dərk etdikdən sonra bir idmançı ali səviyyəyə çıxmış olur. Məsələn, köklü idman növlərini bildirək, karatenin özü, cüdonun özü, taekvondonun özü, hər birinin xüsusi bir fəlsəfəsi var. Müəyyən burada bunu qeyd eləyək ki, hətta kitablarında, ümumi analizlərdə də bildirilir ki, hər sözün belə, orada xüsusən Çin dilində, Yapon dilində müəyyən ifadələrdən istifadə olunur. Hər bir sözün belə deyilmə qaydası, yerinə uyğun istifadəsinin əslində hərəkətdə öz əksi var imiş. Bunu artıq daha ustad idmançılar bilir, düzdür. Amma özünü inkişaf etdirmək istəyən, çempion mentalitetinə uymaq istəyən idmançıya belə deyim, tövsiyəm ola bilər ki, məqsədlərini qoyduqdan sonra mütləq şəkildə öz növlərini araşdırsınlar. Əgər siz sadəcə idmançı olaraq qalmaq istəyirsinizsə, sadəcə müəyyən qədər idman növü ilə məşğul olmaq istəyirsinizsə, tamam məşğul olun. Heç kim bir şey demir. Amma həqiqətən də elit səviyyəyə çıxmaq istəyirsinizsə, o çempionluq mentalitetini dadmaq istəyirsinizsə, mütləq şəkildə növünüzün fəlsəfəsini öyrənin. Bir növün fəlsəfəsi sizə texnikadan və fizikdən daha artıq şey verir. Hətta belə bir şey var döyüş idman növlərində, xüsusən də Çin döyüş idman növlərində bildirilir ki, rəqibin gücünü özünə istifadə edə bilərsən. Sənin minimum gücünlə maksimum performans əldə oluna bilir və fiziki olaraq da bu sübut olunur dünyada. Niyə? Çünki sənin bu idman növün texnikası ilə, fiziksi ilə, yanaşması ilə sənə bu imkanı tanıyır. Sadəcə dərk et, ondan düzgün istifadə et. Bundan sonra sən artıq həm psixoloji olaraq, həm davranış olaraq, həm xarakter olaraq yeni bir insana keçirsən və olursan əsl çempion mentalitetində bir şəxs. Bundan sonra təbii ki, medal sayı artır. Mən də razıyam və idmançıların, məşqçilərin və xüsusən idmançıların, yəni çempion idmançıların, üzdə olan, nümunə göstərilən idmançıların öz idmanlarının fəlsəfəsi ilə yanaşı mütləq və mütləq tarixini bilməlidirlər. Elədir. Söz lüğətini, ədəbiyyatını bilməlidirlər. Keçmişini bilməlidirlər. Deyək ki, terminlərini bilməlidirlər. O qədər mən biabırçı bir faktlarla üzləşirəm ki, bütün idman növlərində. Baxırsan, titullu idmançıdır. Öz idmanının adını orfoqrafik qaydada düzgün yaza bilmir. Bəli, belə idmançılarımız çox təəssüf ki var. Belə idmançılar var. Yəni bunlar daha çox fiziki tərəfdən özünü inkişaf etdirən idmançılardır. Yəni idmanı tək bir fiziki cəhətdən ucalma kimi görən idmançılardır. Amma nümunəvi idmançı olaraq bütün parametrlər üzrə inkişaf edən idmançı hesab edirəm ki, ən azı öz idmanının bütün o parametrlərinə, dediyim kimi tarixi, terminologiyası və s. və ilaxır hamısına hakim kəsilməlidir ki, çünki sabah bu hardasa danışa bilsin, buna bir sual verəndə bir informasiya verə bilsin. Elədir, tam ifadə eləyə bilmirlər bəziləri həqiqətən. Ona görə də yəni yekun olaraq istəyirəm
bu dərin təhlilimizi yəni yekunlaşdıraq, yekun olaraq ümumiləşdirsək, mənzərə nə cür olur? Yəni idman psixologiyasının peşəkar idmanda və ümumiyyətlə bəskər idmanda rolunun artıq çox yüksək olduğunu biz burada tam mənasıyla açdıq və anladıq. Yəqin ki, buradan da tövsiyə edirik ki, bütün yığmalar, komandalar, məşqçilər, mən hətta o siyahıya əlavə edirəm idman qurumlarının rəhbərliklərini idman psixologiyasına ciddi yanaşsınlar və idman psixoloqlarının seanslarından və onların demək xidmətlərindən mütləq istifadə etsinlər. Gücü və fikri təkcə fiziki hazırlığa, maddi texniki bazanın inkişafına, nə bilim taktiki gedişatlara ayırmasınlar. Yəni, təkcə ayırmasınlar. Bunun işlərlə yanaşı mütləq və mütləq psixoloji dəstək alsınlar ki, idmançının və komandanın məhsuldarlığı uzanmış olur, ömrü uzanmış olur, yəni karyera ömrü uzanmış olur, vaxtından əvvəl yanmır idmançı və komanda. Və da depressiyadan sonra uzaqlaşmır. Baxın Əkbər bəy, belə deyim, həm ümumi idman cəmiyyətimizə, həm idmançılara fərqi yoxdur, peşəkar, həvəskar, hamısına bir misal çəkmək istəyirəm və bir tövsiyə vermək istəyirəm ki, buradan medal sayı yüksək olan ölkələrə və hegemon belə deyək də, olimpiya hegemonları və yaxud da ki, medal hegemonları olan ölkələrə baxın və onlarda olan idmançıların nələrlə əhatə olunduğunu görün. Kompleks yanaşma, struktur qruplar, düşünün 20 il əvvəl İngiltərədə qurulan, hansı ki Amerikada, İngiltərədə qurulan idman psixologiyası və kompleks yanaşma, idman sosiologiyası, idmançı valideynləri psixologiyası, hər şey daxil. Bugünkü medal sayına baxın, Yaponiyada eyni qaydada baxın, bizə baxın, digər ölkələrə baxın. Yəni biz sadəcə idmançıdan bir şeyi gözləyib, sadəcə fiziksi yerindədir, texnikası yerindədir, zədəsi yoxdur, bu bizə medal gətirməlidir deyə bilmərik. Medalı yüksək olan ölkələrin təcrübələri mütləq şəkildə həm psixoloji, həm sosial baxımdan Azərbaycana tətbiq olunarsa, bizim ölkədən həqiqətən də çox medalçı çıxar. Həqiqətən çıxar. Bəli, buna da beynəlxalq təcrübə deyirlər. Çünki oturmuş və sınaqdan çıxmış təcrübədir. Eynisini də mən bodybuilding və fitness sektoruna aid olaraq misal çəkə bilərəm. Hər bir top atletin, çox böyük stajı olan atletin özünün şəxsi ayrıca məşqçisi, masaj xidməti, dietoloqu, ayrıca nutrisioloqu, farmakoloqu və o gündəlik işləri demirəm də, məsəl üçün bərbəri ayrıdır, filandır və xüsusilə də posing üzrə məşqçiləri olur, ayrıca xoreografiya, səhnə davranışı, hazırlıq məşqləri və eyni zamanda psixoloji mentorlar olur. Bunlar olmadığı müddətcə biz təbii ki, xaricdəki idmançıların nəticəsini özümüzdən çox da tələb etməyə məncə haqqımız olmur. Bugünkü dərin müzakirəmiz bitdi. Mən ekspert qonağımıza təşəkkür edirəm bu təhlillər üçün. Sizə isə qalır bizim bu müzakirəmizdən nəticə çıxartmaq və idman psixologiyasına və onun təklif etdiyi xidmətlərə çox ciddi şəkildə önəm verib əməl etmək. Fitness Plus podkastını izlədiniz. Gələn buraxılışda görüşəcək.